ATV kanalının aparıcısı Zaur Bəxşəliyev efir vasitəsilə həmkarı Xoşqədəm Hidayət qızına başsağlığı verib. Bu barədə aparıcı Bizimləsən verilişində açıqlama verib. Dəyərli həmkarımız Xoşqədəm Hidayət qızının anası dünyasını dəyişib. Allah rəhmət eləsin. Haqq dünyasına qovuşub, başı sağ olsun, axır qəmi olsun deyə aparıcı qeyd edib. Qeyd edək ki, ölkənin ən çox baxılan aparıcılarından olan Xoşqədəm Bəxşəliyeva ilə Zaur Bəxşəliyevin münasibətlərinin soyuq olduğu qeyd edilirdi. Məlumat üçün bildirək ki, aparıcı Xoşqədəm Hidayət qızının anası Ofeliya Bəxşəliyeva dünən axşam vəfat edib. Azərbaycan Dövlət İqtisad Universitetinin 1-ci kurs tələbəsi Fuad Mirzəyev vəfat edib. Bu barədə universitetin sosial şəbəkə hesabında paylaşım olub. Biznes və Menecment fakültəsində təhsil alan Fuad Mirzəyevin ürək tutmadan vəfat etdiyi bildirilir. Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə Bakı şəhəri Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində bir nəfərin dənizə düşməsi barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin kiçik həcmli gəmilərə nəzarət və sularda xilas etmə dövlət xidmətinin dalğıc axtarış qrupu cəlb edilib. Əlavə məlumat veriləcək. 13 ildir ki, Azərbaycan Dövlət Uşaq Filarmoniyasında direktor vəzifəsində çalışan Dilarə Asif qızı Əliyeva yaşı ilə əlaqədar öz istəyi ilə vəzifəsindən azad edilib. Bu barədə qurum məlumat yayıb. Qeyd edək ki, Dilarə Əliyeva 2012-ci ildən Uşaq Filarmoniyasına rəhbərlik edib.